Yoldaşlar, hər vaxtınız xeyirli olsun. Daha günü daha yekunlaşdırırıq. İnşallah növbəti günü gümrah, pozitiv və uğurlu trade ilə açasınız inşallah. İnşallah bu günləri inşallah Allahın izni ilə fon hesab barəsində danışacağım sizlərə. Fon hesab FXFI-dan danışacağım. Burada FXF yazırsınız və daha sonra daxil olursunuz bura. FXF və başlayırıq sizə burada hər şeyi izah etməyə. Baxın yoldaşlar, ilk öncə burada qeydiyyatdan keçirsiniz. Baxın, sağ tərəfdə olan var, login, register falan giriş yap. Orada qeydiyyatdan keçirsiniz, e-mailinizdən falan keçdikdən sonra qardaşlar, bu gələcək, belə bir alan gələcək, yaxşımı? Belə bir alan gəldikdə məsələn, gəlirsiniz burada görürsünüz, get funded new var. Daxil olursunuz onun üzərinə və burada bir aşama, 2 aşama, 3 aşama məlum məsələ, ən azından bunları bilmiş olarsınız. Burada bir aşamanı seçmək istəyənlər bir aşamanı seçir. Baxın, burada bütün məlumatlar verilir. Bu 5K məsələ. 5K-nı seçdik, tamam mı? Profit target. Məsələn, burada nə deməkdir? Funded olmaq üçün $500 kar əldə etməlisən. 5000-i 5500 etməlisən və funded olmalısan, tamam mı? Daily loss limiti 3%, $150, tamam mı uşaqlar? Gündəlik, yəni gündəlik maksimum $150 itki yaşaya bilərsiniz. Əksədə $150 açsanız fon hesab partlamış olur. Ancaq burada max trading drawdown isə ki 6% göstərir. O da nə deməkdir? Hə, 6%. Maksimum $300 mənfi edə bilərsiniz. Maksimum fərqi yoxdur. Günlük olsun, həftəlik olsun, nə olsun. $300-dan o yana keçdim, fonun partlayır deməkdir. Yaxşı uşaqlar. Burada məsəl üçün maraqlanmazsınız, siz 15K-ya baxırsınız, görürsünüz 1500 göstərir. Üzr istəyirəm. 1500 göstərir, yəni profit target məsəl üçün funded olmaq üçün. Daily loss limiti eyni formada 3%, 6% və burada da ki görürsünüz, sol tərəfdə $119 balans, üzr istəyirəm, $119 balans yox, $119 yatırım, yəni ki verəsiz, ödəyəsiz və $119 qarşılığında 15K-nı götürmüş olasınız. Hələ bu iş buradan bitmir. Məsələn, burada 5K-nı indi seçirik, 5K-dan göstərəcəm sizə. Start trading-i başlayırıq və burada Start a new challenge, məsələn, challenge aşamanı məlum, məsələn, birinci aşamayı seçdik, ikinci aşamada seçə bilərsiniz, 2 aşamalı. Birinci, ikinci aşama yəqin ki bilirsiniz nə deməkdir. Məsələn, $500 bizə göstərmişdi, təqdim etmişdi. Birinci aşamada $500, burada ikinci aşamada $1000, yox, ikinci aşamada üzr istəyirəm 500, birinci üzr istəyirəm, çaşdım. Birinci burada həm birinci aşama $500, yaxşımı? İkinci aşama necədir? Verir sizə $500 profit olduqdan sonra funded olmursunuz. Keçirsiniz ikinci aşamaya. İkinci aşamada da 250 etməlisiniz. Toplam 750 etməlisiniz burada. Yaxşı uşaqlar. Üçüncü aşamada da ki səhv etməmişəm, belə olmalıdır. 250, 250, 250, 750. Aha, belə olmalıdır. Yox, 750 yox. Birinci aşama 500, 250, 250. Hə, bu formada olmalıdır. $1000. Option $5000-i $6000 etməlisiniz. Neysə uşaqlar. One Piece Assessment, bir aşamanı seçirsiniz. Neyse bu 2 aşama, 3 aşama, adam bezir. Bir keçəsən, birinci aşamayı keçib ikinciyə keçəndə tezdən sənə kodlar falan şifrələr atırlar. Tezdən qeydiyyat olsa yenə sıfırdan başlayırsan. Ən yaxşısı bir aşamadır qardaş. Neysə bir aşamayı seçdik. Burada 5K var mesela. 10K var. Hansı istəyirsiniz seçirsiniz. Biz 5K-nı başlamışıq deyə 5K-nı seçirik. $59 qarşısında məbləği göstərir. Onu ödeyirsiniz və dediyim kimi götürürsünüz fon hesabına. İndi burada müxtəlif şeylər var, onu öyrədəcəyim sizə, başa salacağım. Burada platforma seçirsiniz. Burada MetaTrader 4 var, 5 var, Dix Trade var. MT5-i seçirik, çünki biz bu MT5 vasitəsilə trade edirik. Rough split var. Split aralığının az olmaq istəyirsə, rough split'i seçirsiniz. Əks halda komissiyanın olmamaq istəyirsə, bunu seçirsiniz. Tamam, biz rough split'i seçirik. Olsa komissiya burada azdır. Yəni ehtiyac yoxdur onu seçməyə. İkincisi, burada yəni add-ons, tailor your account to sort your trading style and preference. Babisi burada nə deməkdir? Sənin trading stilinə qata biləcəyin fərqli şeylər təqdim edirlər sizə. Burada məsələn leverage kaldırıcı məlum məsələ. Include profit split, bu nə deməkdir? Bu elə bir ki, qazancın 90% sizin, 10% şirkətin deməkdir. Bi-weekly payouts nə deməkdir uşaqlar? Bi-weekly payouts 2 həftədən bir çıxarış edə bilərsiniz. Əks halda bu bağlasanız 1 aydan bir. Yəni ki, çıxarış edə biləcəksiniz. Qəbul etsəniz isə
2 həftədən bir, ayda 2 səfər qazandığınız vəsaitdən çıxara bilərsiniz kartınıza. Performance Profit bu başını bırakın, bu lazım değil. Burada da yoldaşlar ne deməkdir? Bu məsəl üçün kaldırıcı seçsəniz, burada Forex bazar və qızılı üçün bu aidiyyatı var. Əks halda bunu seçib gedib kriptoda ticarət edəcəksinizsə, bu seçməyinizə ehtiyac yoxdur. Bu ancaq Forex bazarı üçündür və 25% qarşısında şey göstərir. O da nə deməkdir? 25% ekstra əlavə ödəniş etmiş olasınız. Məsələn, bax, hal-hazırda belə seçməmişik, tamam mı? Nə qədər görsə 59 dollar, tamam mı? Biz bunu seçsəmiz əgər, görün 73 dollara qalxır, tamam mı? Ya başa düşdünüzdə 25% falan nə deməkdir qarşısındakı olan. Bu seçsəniz, məsələn, bunu bağlayıb bunu seçsəniz, məsəl üçün 90% mənim olsun, 10% şirkətin olsun, əks halda seçməsəniz 80-in 20-yədir. Yaxşı uşaqlar. Dediyim kimi belə burada seçirik biweekly payouts, ehtiyac yoxdur qalan başqalarına. Buna da ehtiyac yoxdur. Onsuz da normal kaldırıcı verir, 30'un 1'e verir. Bu da bizim üçün yetərlidir fonu keçmək üçün. Və daha sonra burada gəlirik first name falan filan. Mən burada qeyd edirəm bunu avtomatik. Fərruq Ağayev, Fərruq Ağalı, məlum məsələ burada maillərinizi falan yazırsınız. Onsuz qeydiyyatdan keçdiyiniz maili buraya yazmalısınız. Daha sonra Qubrayin Vladimir Xanəzədə qeydiyyatda hansı ki şəxsiyyətdə olduğunuz yer, bu dəqiqə məsələn mən başqa yerdəyim, tamam mı? Ancaq ki şəxsiyyətimdə məsəl üçün falan yer göstərir. Mən olduğum yeri yazmıram. Hansı ki şəxsiyyətimdə mən qeydiyyatda olduğum yeri alıb buraya yazıram. Sabahsı gün sizdə heç problem yaşanmasın, yaxşımı? Harda şəxsiyyətdə nə göstərirsə, sistemdə sizə ünvanınız hara göstərirsə, oranı yazmalısınız. Məlum məsələ Əbəkşlakən, country məlum məsələ Azərbaycan state küçənizi yazırsınız burada, yaxşımı? Daha sonra city, Quba. Siz harada Lənkəran, Astara, Masallı, nə bilim, qardaş seçirsiniz, Balakən falan, harada qalırsınız, oranı seçirsiniz. Daha sonra qaldığınız rayona, şəhərə görə burada posta kod var da, məsələn. Qaldığınız rayona görə, şəhərə görə posta kodları dəyişir. Siz də posta kodunu tapması rahatdır. ChatGPT-dən falan istifadə edərək tapa bilərsiniz posta kodunuzu. Daha sonra burada telefon nömrənizi qeyd edirsiniz və gəlirik əsas yerə. Option bunları seçdik və bizə 61.95 məbləğ sundular və mən sizə belə bir sürpriz edim. Burada uşaqlar NEV yazırsınız, tamam mı? Və aşağıda FR qeyd edirik uşaqlar. Nə edirik? Burada New'nun qarşısındakı yoxdan Applico-da vururuq və baxaq. Tamam, 49.56. Gördünüz, 12 dollar sizə xeyir vermiş oldum. Yoldaşlar, yəni ki, düşünərsiniz ki, mən bu forum şirkətində əməkdaşlığım var falan var. Yəni, göydə Allah şahid ki, bunlarla heç bir əlaqəm yoxdur. Heç bir də ki, müqaviləm yoxdur. Sadəcə sizlərə dəstək məqsədli bunu paylaşıram. Və bu aplikotdan istifadə edərək, uşaqlar, endimli surətdə özünüzə bu fon hesabını götürə bilərsiniz. Və daha sonra buradakı xanaları doldurursunuz. Process with payment var mesela. Process with payment seçdikdən sonra artıq avtomatik kartınızı qeyd edin deyir orada. Rahat da esnaf orada Visa-sə Visa, Master-sə Master onu seçirsiniz. Visa-nı seçirsiniz. Hansısa onu seçirsiniz də. Seçdikdən sonra kartınızı, şifrəsini falan qeyd edirsiniz ora. Все qurtardı. Ödənişi çəkirlər. Avtomatik olaraq sizin qarşınıza həmin fon bizə ki FXY təqdim edəcəyi orada şifrələr var. Onları köçürürük MT5-ə. Yaxşı, gedirik sonra MT5-də yavaş-yavaş bala-bala ticarətimizi edirik. Bir halda sizə bildirmək istəyirəm. Burada New tək səfər, yəni ilk səfər bu fondan istifadə edənlər üçün təqdim olunur. Yaxşı uşaqlar. Daha sonra ikinci səfərdə götürmək istəsəniz, məsələ Allah eləməsin, fonu aldınız, partlatdınız, alınmadı. Növbəti səfər fon almaq istəyirsə, bu fon növbəti səfər götürmək istəyəndə bu aplikot artıq keçərsiz olacaq. Yaxşımı? Ona görə nə edirsiniz? Siz mənə həmin bu paylaşacağım ki, video YouTube kanalında video çarxının altında burada yazırsınız mənə, yaxşımı? Mən sizə hər mənə kampaniyalar, indi bunlar mənə tez-tez kampaniyalar göndərirlər. Çünki mən vaxtında mən elə bir ki 5 gün içərisində fon hesabını keçməliyimsə, bunu 3 günə keçmişdim deyə ondan bəri mənə demək olar ki tez-tez atırlar uşaqlar. Kampaniyalar falan atırlar. Başa düşürsünüz. Mən də onları istəyirəm ki sizlərlə paylaşım, sizlər də faydalana biləsiniz.
Çünki boş-boşuna kampaniyalar atırlar, itir gedir onsuz da. Hə, uşaqlar, ona görə siz çalışın faydalanın da, götürmək istəyirsinizsə götürün uşaqlar. Yəni ki, narahat olmayın, çox qəşəng fon hesabıdır. Yəni ki, payotdadır, rahatdır, çıxara bilirsiniz. Rice-la da çıxara bilirsiniz, kartı da ata bilirsiniz, heç bir problem yoxdur. Rise, yəni Rice Rise'dir də, yəni bilirsiniz yəqin ki onu. Hə, Binance-dən də çıxara bilirsiniz, heç bir problem yoxdur. Kartınıza da, şəxs kartı hesabınıza da ata bilirsiniz uşaqlar. Dediyim kimi, burada yazırsınız mənə, yaxşımı? Zəhmət olmasa Fərrux bəy və yaxud da Fərrux qardaş falan, abisi, mabisi mənə promo kod deyərdiniz, mən o fon hesab almaq istəyirəm. Bir dənə endirimli bir promo kod mənə təqdim etsəz sevinərəm. Mən də sizə orada atacağam hansı ki promo kod gəlir, onu atacağım sizə. Siz bura yazmayasınız, yaxşımı? Bu new-nun yerinə sizə məsəl üçün deyirəm ki, artıq yazın, məsələn, öz yazın, məsəl üçün. Artıq yazasınız, всё. Artıq yazasınız, bu aplikodu üzərinə basasınız, hələ onun qarşısındakı aplikodun üzərinə basasınız, endirim avtomatik burada bu formada aktivləşəcək. Yaxşımı yoldaşlar? Mən nə deyəcəm ki, bu artıq olan yerə yazarsınız. Birinci riyada yazarsınız, birinci bölgəyə. Yaxşı uşaqlar. Belə. Yəni yenə də suallarınız olsa problem yoxdur. Verərsiniz, cavablandırarıq inşallah. Gecəniz xeyirə qalsın. Allaha əmanət olun. İnşallah aldığınız fon hesabların bir aşamada, tək səfərdə partlatmadan keçərsiniz Allahın izni ilə. Öpürəm hər birinizi. Allaha əmanət olun. Uğurlar arzu edirəm.